Bu ərazidə mənim evim olur. Qanunsuz olaraq öz başına Kristal Bakı şirkəti söküb, yerlə yeksan edib, talayıb. Ay yoldaş, mənim həyətimdən çıxın bayra, öz başınıza sökməyin həyətimi. Bu həyət mənim atama məxsusdur. Amma belə də haqsızlıq olmaz ki, mənim bir dənə uşağımın mən əyninə geyməyə rayona nə aparmışdımsa o paltarlar olub. O bütün hər şeyi xətt çəkib, gedib xəlbətçiyə, xaincəsinə, kommunal xərclərin hamısını öz adına keçiribdir. 10 nəfər qoçu dəstəsi, İzzətin qoçu dəstəsi, Elnurdu, Turqut və hamısının bir-bir adlarını saya bilərəm. Onlar hamısı yoldaşımın üstünə görüb, hərəsi bir tərəfdən yoldaşımı darta-darta, üzr istəyirəm, biri vura-vura üzünə yoldaşımı zorla oradan çıxartmışlar. Yəni bir il bundan qabaq öz evimdən Kristal Bakı şirkəti tərəfindən məcburi vurularaq evə çölə atılmışam. Yaşadığım mənzili söküblər, uşaqlarımın veşləri, özümün hər bir şeyim, nəyim var, nəyim yox. Uşaqlarımın planşetinə qədər hamısını götürüblər, hara gəldi tulluyublar. Bu da həmin bağ sahəsidir. Yəni ki, bir yarım ilə bir ilə bu da olmayacaq burada. Son zamanlar daha bir şirkət evdə yaşayış ola-ola söküntü işləri aparır. Başlıqlı xəbərləri oxumaq adi hal alıb sanki. MTK-lar nə qanun sayır, nə qayda. Sanki cəzasızlıq prinsipi hökm sürür deyə edilən şikayətlərin əksəriyyəti də məhz bu yöndədir. Biz də elə bu başlıqdan irəli gələn daha bir şikayəti diqqətinizə çatdırırıq. Kanalımıza müraciət edən Əliyev Etibar Kristal Bakı adlı şirkətin qurbanına çevrildiyini iddia edir. Bakı şəhəri Yasamal rayonu xarici dairəvi avtomobil yolunun kənar hissəsində yerləşən Qanlı Göl kimi tanınan ərazidə mənzil 201-də mülk sahibi olan vətəndaşın sözlərinə görə ona məxsus ümumi sahəsi 374 kvadrat metr olan ərazi qeyri-qanuni olaraq əlindən alınıb. Yaşadığı evi söküb külli miqdarda ziyan vuran şirkət isə Kristal Bakıdır. Ətraflı sujetimizi izləyək. Əliyeva sahibə Hidayət qızı. Nədir problem? Mənim problemim odur ki, deməli, mənim yoldaşım Əliyev Etibar Rüstəmoğlu'nun həyat yoldaşı olaraq mən deməli onunla birlikdə Qanlı Göl 166 dairəvi avtomobil yolunun dairəvi hissəsində yerləşən, yəni ki, hal-hazırda qeydiyyatda olan 201 sayılı mənzildə mən yoldaşımla birlikdə qalmışam. Deməli, bu ata-baba yurdu kimi, üzr istəyirəm, 2000-ci ildə qaynatam Əliyev Rüstəm Orucoğlu'na məxsus olmuşdur və 2013-cü ilin, 2014-cü ilə keçən müddətdə yoldaşım orada malqara təsərrüfatına məşğul olmuşdur və 21 baş onun malqarası olmuşdur. Əvvələ Qanlı Göl aparmışdır, onlar tikintilər başlayandan sonra öz ərazisində 1 hektar ərazisi olmuş və 1 hektar ərazidə yoldaşım orada qaynatamla birlikdə malqara saxlamışdır. Belə olan tədbirdə deməli, onların geniş malqara körükləri, mal saxlanan, yem saxlanan yerləri, üzrə toyuq ferması, sonra qarajları və ot ambarı, qeyri-yaşayış sahəsi kimi götürmüş və yaşayış sahəsi kimi geniş, deməli, 374 kvadrat metrə yaşayış sahəsi olmuşdur və onun içərisində yoldaşımın 3 otaqlı ev olmuşdur. Hal-hazırda akt vardır və həmin akta əsasən, hansı ki 2019-cu ildə, deməli, Kristal Bakı Açıq Səhmdar Cəmiyyətinin direktoru İbrahim Dostumaliyev imzalamışdır. Həmin aktın bir nömrəsi bizdə vardır, bir ölçüsü bizdə vardır və həmin aktın özündə yazılmışdır. Özlərinin imzasına təsdiq olunmuşdur ki, 3 otaqlı ev məhz Əliyev Etibar Rüstəmoğlu'na məxsusdur. Yəni, mənim yoldaşıma məxsusdur. Və hörmətli prezidentimiz Cənab İlham Əliyevin 2016-cı ildə aprel ayının 11-də 858 sayılı fərmana əsasən MİDA, yəni Mənzil İnşaat Dövlət Agentliyi yaranmış və agentliyi yaratdığı tədbirdə belə bir göstəriş vermişdir ki, orada yaşayan insanların mənzil yaşayış sahəsini təmin etmək, insanların narazı salmaq və mənzil ehtiyaclarının ödənilməsi. Yəni, heç bir problem və narazı olmamaq şərtilə belə bir fərman imzalamışdır və fərmanın özünün punktları, aktları vardır. Mən onunla tanış olmuşam və ondan sonra da Kristal Bakı Açıq Səhmdar Cəmiyyəti məhz padratçı şirkət kimi fəaliyyətə başlamışdır. Və bunun təqdirdə 2019-cu ildə aktda məhz İbrahim Dostumaliyev sədr İbrahim Dostumaliyev imza atmışdır. Mənzil kommunal istismar sahəsi mühəndisi Polatxan və başqa nümayəndələr imza atmışlar. Və bunun təqdirdə bütün bunlara baxmayaraq və onun nümayəndəsi adlarını çəkə bilərəm, deməli,
Fikrət Məmmədov, sədr müavini, yəni İbrahim müəllim sədr müavini Fikrət Məmmədov və onun da müavini İzzət gəlib orada həmişə yoldaşımı görmüşlər və onun telefon danışıqları olmuşdu. Həmin telefon danışıqları əgər lazım olarsa, demək, telefon qovşağına, yasamaq telefon qovşağına çıxartmaq olar. Və yoldaşım dedi ki, gedim mən də kommunal xərclərini ödədiyim halda, həmin halbuki ki, baxmayaraq ki, deməli, yoldaşımın böyük deməli, qardaşı 158 saylı orta məktəbin əmək müəllimi, onu da qeyd edə bilərəm ki, Əliyev Nizami Rüstəmoğlu xainlik edərək, baxmayaraq heç bir qayda qanunlara baxmayaraq, bütün qayda qanunları pozaraq, qardaşlıq münasibətləri, ata varisliyini hamısını bir dənə xətt çəkərək, deməli, şirkətin əməkdaşları ilə birbaşa münasibət bəsləmişdir və İzzət adlı, eləcə də deməli, onun sədri ilə əlaqə saxlayıb, gedib kommunalı atanın 3 günündə, 3 mərasimində, onu heç kəs eləməz ki, o böyük qardaş Nizami bu xainliyə əl atıb, atanın 3 mərasimdə El-Oba Kənd Qəsək, o 86 yaşında yaşlı adamın mərasiminə yığıldığı bir vaxtda o bütün hər şeyə xətt çəkib, gedib xəlbətçəyə, xaincəsinə, kommunal xərclərin hamısını öz adına keçiribdir. Halbuki yoldaşımın başı yas mərasiminə qarşılıb, yəni ki, gələn qonaqları qəbul edib, o cür köklü bir adam dünyasını dəyişibdir və şirkətin əməkdaşına gizli imza atıblar, kimsə imza atıblar və yoldaşım həmin deməli günü gəlib görüb ki, böyük bir deməli eskalator, böyük bir texniki işlər hamısı tökülüblər. Çünki həmin günü yoldaşım həkimə getmişdi və eşidiblər ki, yoldaşım gecə gündüz orada qalır, çünki orada məskunlaşmışdı. Həkimi adını eşidən kimi yoldaşımın deməli bütün tikinti şirkətləri hamısı orada tökülüb, darmadağın etmişlər. Yoldaşımla mənim bütün video çəkilişlərim var orada. Yəni ki, yoldaşım 10 nəfər qoçu dəstəsi, İzzətin qoçu dəstəsi, Elnurdu, Turgut və hamısının bir-bir adlarını saya bilərəm. Onlar hamısı yoldaşımın üstünə görüb, hərəsi bir tərəfdən yoldaşımı darta-darta üzr istəyirəm. Biri vura-vura üzünə, üzündə xəsarət yetirə-yetirə, yoldaşımı qışqırığa, hay-həşirə inanırsınız, mən aman verməyim ki, yoldaşımı görsünlər, lakin bütün bunlara baxmayaraq, onlar hamısı yoldaşımı zorla oradan çıxartmışlar. Yoldaşım deyir ki, axı siz mənlə danışmışsınız ki, atanın ölüm kağızını gətirin, mən sizinlə müqavilə bağlayacağım və sizlərdən başqa 4 nəfər övlad var, hamınızla şərtli qaydada müqavilə bağlayacağım, ancaq siz bu xainliyi görə-görə gedib məni qoyub, gizli-gizli qardaşımla müqavilə bağlamışsınız. Bu hansı şəraitə uyğun? Axı sizin sədrinizin, özünüzün imzanız var. Bu hansı şəraitə, hansı qayda qanuna uyğun var? Adım Əliyev Etibar Rüstəmoğludur. Yaşayırdım Yasamal ərazisində, Qanlı Göl 166 nömrəli evdə 201 saylı mənzil kimi qeydiyyata alınmış, həmin mənzildə yaşayırdım. Vaxtı ikən zamanında atamla birlikdə həmin ünvanda heyvandarlıqla məşğul olmuşam. Öz ailəmizin ehtiyaclarına həmin puldan, qazandığım pullardan da ödəmişəm. 24-cü ilin mart ayının 15-də gəliblər mənə yaxınlaşıblar ki, bəs həyətiniz, eviniz plana gedir və ərazidə yüksək mərtəbəli binalar tikiləcək və siz bizi ilə müqavilə bağlayın, əvəzinə ev veriləcək. Tikinti hansı şirkət tərəfindən aparılır? Tikinti aparılır Kristal Bakı şirkəti tərəfindən. Aha. Tələbiniz nədir? Tələbim odur ki, mənim özümə məxsus olan evimi həmin tikinti şirkəti tərəfindən mənə qaytarılsın, öz tikdikləri binalardan ev verilsin. Çünki həmin ərazidə tikilən evlərin əvəzinə 20 kvadrat da artıq ev verirlər, öz tikdikləri binadan. Həmin 20 kvadrat artıq mənə ev versinlər. Atamın payından düşən 42 kvadrat mənə vərəsə kimi, pay çatan kimi mənə də ödənilməlidir. Bir də ki, bunlar mənim bütün paltarımı, mebellərimi, evdə olan əmlakımın hamısını çölə tulluyublar. Oğurladıqlarını oğurlayıblar, oğurlamadıqlarını tulluyublar ki, gedib götürə bilərsən. Həmin bunlar evimə öz başlarına girərkən evimdən 1032 manat pulumu da oğurlayıblar. Bu da vaxtı ikən qonşum Samirin Əzzaoğlunun evinin divarlarıdır. Evi də var idi orada, sökülübcə qutarıb. Bilmirəm indi onun başına nə oynası var. Evinin kompensasiyasını veriblər, verməyiblər. Onu da bilmirəm, baxdı. Mənim qonşum olub, Quliyev Samir Əzdağoğlu. Bu da onun həyətidir. Bu da Kristal Bakının tikdiyi binalardır. O da kranlarıdır. İşləyir. Bax, bu əvvəlki çəkilişlərdə var bu görüntülər. Bax, bu da mənim aşağıda evlərimin yeridir. Üstdə də bunların tikdikləri binalardır. Həmin ərazidir. Bax, bu da ki, vaxtı ikən 1985-84-cü ildə salınan Yaşlılaşdırma İdarəsinin bağ sahəsidir. Ağaclar baxımsız qalıb. İndi Kristal Bakı
şirkəti tərəfindən ağaclar yerlərindən çıxartılıb, tullanılır, aparırlar zibil kimi qanlı gölün içində bastırırlar. Heç belə şeylər də olmayıb deyir. Bunlar Kristal Abşeron şirkəti, qardaşım Əliyev Nizami tərəfindən, Əliyev Səfər tərəfindən qardaşım oğlu. Kristal Abşeron şirkəti ilə iş birliyi qurulub. Mənim əmlakımı, evi, mənə məxsus olan evi söküb dağıdıblar. Özümü də qoyublar bayrağa. Bu da mənim əmlakımdır. Bu da ki, Kristal Abşeron şirkətinin işçiləridir. Bu da evladım Aslan Əliyevdir. O da mənimlə burada bir yerdə yaşayan Nadir adlı kişidir. Əlildir, onu da deyim. Evi zadda yox idi, mənimlə bir yerdə qalırdıq. O da mənə köməklik edirdi, qazın işığın pulunu verirdim. Bu evdə yaşayırdım. Bundan da başqa yaşayış yerim bu dəqiqə yoxdur. Qalmışam küçədə. Şirkət, Kristal Abşeron şirkəti gəldi öz başına, məhkəmənin qərarı olmadan evimi söktü, çıxdı, getdi. Həmişə deyirsiniz ki, vətəndaşlara qanun çərçivəsində yaşayır. Ancaq qanunsuzluq baş alıb gedir. Şirkət varlı, istədiyini kasıb təbəqənin başına oyunu açır. Evini sökür, başına uçurdur. Heç bir şeydə də qanun qarşısında cavab vermir. Mənə nə pul ödənilir, başqa yerə köçürülməsindən bayra əlaqədar. Əmlakimə də zərər vurulub. Əmlakimin mənim hesablamaqlarımla 350.000 manatdan yuxarıdır tikililərimin qiyməti. Mənə bu qədər zərər vurublar. Üstəlik mənə məxsus olan əmlakları traktorla vasitəsilə söküblər, dağıdıblar, talan ediblər. Demək, müraciətim cənab prezidenti İlham Əliyevadır. Prezidentimiz İlham Əliyevadır. Mən vaxtı işləndi 18 may 2024-cü ildə öz zəhmətimlə tikdiyim evdən məhrum olmuşam. Müraciətim, köməyim sizdən istəyirəm ki, mənim Kristal Bakı şirkəti tərəfindən vurulan zərərin ödənilməsini köməklik edəsiniz. Öz tikdikləri binadan mənə evlər verilsin. Bir də ki, o təsərrüfatıma vurulan zərər əvəzi ödənilərək kompensasiya verilsin. Aidiyyatı qurumlardan xahiş edirəm ki, cənab prezident, sizdən də xahiş edirəm ki, mənim evimdən bunlar ki, çıxardıb atıblar bayrağa, bu dəqiqə yoxsul vəziyyətindəyəm, heç nəyim yoxdur, təsərrüfatla da məşğul ola bilmirəm, işsizliklə əlaqədar heç bir işim də yoxdur. Ona görə çox dözülməz intihar vəziyyətindəyəm. Adını Mən soyadınız? Rəhimova Bükər Övşən qızı. Özümün 4 uşağım var. Mən Qanlıgöl ərazisində yaşamışam. Həmin o adı çəkilən mənzildə yaşamışam. Mən 4 uşağımı götürüb əmim rəhmətə getmişəm rayona, gəlib görmüşəm ki, yaşadığım mənzili söküblər. Uşaqlarımın veşləri, özümün hər bir şeyim, nəyim var, nəyim yox. Uşaqlarımın planşetinə qədər hamısını götürüblər. Hara gəldi tullayıblar. Bax, mən hansı qanun vericiliyə şikayət eləyim gedim. Hansına da getmişəm ev sahibi ilə demişəm. Heç biri baxmayıb. Bəri başdan pullarını veriblər lazım olan insanlara. Mənim də özümün gedəsi bir yerim yoxdur bir dəqiqə. Çünki mənim heç bir şeyim qalmayıb. Bu insan arxayın idim. Yəni müqavilə də bağlamışdıq ki, yəni bu qədər qalacaqsan. Özdə qalıb belə, məsələ, heyvan qarasına da baxırdım, heyvan qara saxlayırdı. Özüm baxmışam heyvan qarasına, toyuq cücəsinə, yəni əvəzində pul da verib, hörmət eləyirdi, yəni evində qalmışam. Uşaqlarım məsəl üçün meyvə ağacları olub, oradan yiyiblər də, həyət, böyük də həyəti var idi. Ona görə 4 uşağım olduğuna görə, yəni ora çöllük, gedib baxış keçirlər də, çöllükdür, sahildir. Rahat oynasınlar, heç kim yəni səs-küy, narazıçılıq bildirməsin deyə mən getdim oranı seçib orada qaldım. İddialarda da səsləndirildiyi kimi Əliyevlər ailə daxili xəyanətə uğrayıb və şirkət də bundan sui-istifadə edərək vətəndaşa külli miqdarda ziyan vurub. Qeyd edək ki, məsələ hal-hazırda Abşeron rayon prokurorluğunda araşdırılır. Ümid edirik ki, lazımi qurumlar özlərini zərər çəkən qismində görən vətəndaşların problemini eşidib, ədalətli araşdırma aparıb, kimin haqlı, kimin haqsız olduğunu üzə çıxaracaqlar. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Mövzu diqqətimizdədir.